Hər birinizi xoş gördük, əziz abituriyentlər və dəyərli həmkarlar. Bugün biz çevrə mövzusunun izahını verəsiyik. Gəlin, mövzu izahımıza başlayaq. İlk olaraq başlayırıq çevrə ümumiyyətlə nə deməkdir? Çevrə nədir? Çevrə hər hansı bir nöqtədə eyni məsafədə yerləşən nöqtələr çoxluğunun əmələ gətirdiyi fiqura biz çevrə deyirik. Yəni burada o qədər minnak, qısa bir-birinə yaxın nöqtələr var ki, o artıq bir halqa əmələ gətirir və çevrənin mərkəzi anlayışı var. O nöqtəsi çevrənin mərkəzidir. Çevrənin mərkəzindən hər hansısa bir nöqtəsinə qədər olan məsafə bizə nə adlanır? Radius adlanır. Radius nədir? Mərkəzdən hər hansısa bir nöqtəyə qədər olan məsafə. Bundan sonra çevrəyə toxunan və kəsən çəkək. Çevrəyə toxunan, adı üstünə toxunan dediyimiz üçün bu bizim çevrəmizə hər hansısa bir nöqtədə nə edəcək? Toxunacaq. Baxın, bu nöqtədə toxundu. Və yaxud da çevrəyə kəsən anlayışı var. Kəsən nədir? Çevrəni kəsib keçən bir xəttdir. Baxın, çevrəni iki yerdə neynədir? Kəsdi. Ümumiyyətlə, çevrənin bu kəsən hissəsinin, yəni bu qalan hissəsi, yəni çevrə ilə hüdudlanmış hissəsinə kəsənin və yaxud da çevrədə ixtiyari iki nöqtəni birləşdirən düz xətt parçasına biz vətər deyəcəyik. Vətəri belə də çəkə bilərik, vətəri belə balaca da çəkə bilərik, vətəri böyük də çəkə bilərik və s. İstədiyimiz formada vətər çəkə bilərik. Əgər vətəri biz mərkəzdən keçirsək, bu zaman bizə ən böyük vətər, yəni diametri vermiş olur. Və diametrdə, baxın, buradan bu hissə radius, buradan bu hissə radius olduğu üçün, o zaman otomatikman diametrin bizə nəyə bərabər olacaq? 2 radiusa bərabər olacaq. Gəlin çevrədə bucaqlara baxaq. İlkin etapda çevrədə ən primitiv bucaq çevrənin mərkəzi bucağıdır. Mərkəzi bucaq nədir? Təpəsi mərkəzdə olur və baxın bu bucaq, yəni AOB bucağı mənə mərkəzi bucaqdır. Və mərkəzi bucaq söykəndiyi bu qövsə bərabərdir. Məsələn, bu bura bir N desək, AOB bucağı qövs ANB-yə bərabər olur. Qövsü bəzən belə də yazırlar. Yəni, bəzi materiallarda qövsü bu şəkildə də görə bilərsiniz. Hər ikisi də düzgün versiyadır. Ümumiyyətlə, burada major qövs var və minor qövs var. Minor qövs nədir mənə? Kiçik olan qövsdür. Burada bir M desəm, məsələn, qövs AN mənə minor qövsdür. Əgər mənə qövs AMB-ni versə, bu mənə artıq major qövs, yəni nə olacaq? Böyük qövs olacaq. Bundan sonra çevrənin ümumiyyətlə bucaqları haqqında nələrdən danışa bilərik? Gəlin çevrənin bucaqlarından əvvəl qısa bir hissədən danışaq, hansı ki çevrələrin qarşılıqlı vəziyyətlərindən. Çevrələrin qarşılıqlı vəziyyətlərinə diqqət eləsək, nələrə baxasıyıq? Çevrələr bir-birlərinə daxildən toxuna bilərlər. Məsələn, böyük çevrənin radiusu mərkəzi bu olsun. Bir saniyə, yaxşı çıxmadı bu biraz. Böyük çevrənin mərkəzi bu olsun, kiçik çevrənin mərkəzi bu olsun. Mənim mərkəzlər arasındakı bu məsafəni soruşsa əgər, mən burada nə edəcəm? Gəlin, bura diqqət eləyək. Baxın. Mənə bir saniyə rəngi dəyişim. Buradan bura qədər olan hissə böyük yerdir. Bu hissə isə balaca yerdir. Avtomatik dəyəni tapanda böyük yerdən kiçik yeri nə edəcəm? Çıxacam. Daha sonra çevrələr xaricdən bir-birlərindən toxuna bilərlər. Bu zaman mərkəzlər arasındakı məsafəni tapanda nə edəcəm? Düzdür, biraz kəsənə bənzədir. Bunu biraz qıraq eləyək. Bir saniyə. Əgər xaricdən bir-birlərinə toxunsalar, bu kiçik radius, bu böyük radius olduqda aralarındakı məsafə kiçik radius ilə böyük radiusun yenə nəyinə bərabərdir? Cəminə bərabərdir. Bundan sonra ümumiyyətlə toxunmaya da bilərlər. Məsələn, bu anlayışlar da mövcuddur. Hansı ki, müəyyən test kitablarında görürük. Bura məsələn kiçik radius, bura böyük radius versə, bu aralarındakı məsafə mütləq verilməlidir. Bəzən misallarda belə suallar verir. Məsələn, deyir ki, böyüyün radiusu mənə 13-dür, kiçiyin radiusu mənə 8-dir. Deyir, aralarındakı məsafə atıram 18 olarsa, bu çevrələrin mərkəzlər arasındakı məsafə 18 olarsa, bu çevrələr hansı vəziyyətdə olduğunu tap. Siz tez düşünməlisiniz ki, əgər xaricdən toxunurlarsa, bu çevrə mənə nədir? 18 deməyək, 28 deyək buna.
Bu 13 və 8 olmalıydı. O zaman bunun toplamı mənə 23 olmalıdır. Elə deyilmi? Amma bu 28-dir. Deməli bunlar toxunmurlar və toxunmurlarsa aralarındakı məsafədə mənə nədir? 5'dir. Daha sonra konsentrik çevrələr ola bilər. Konsentrik çevrələr nələrdir? Mərkəzləri üst-üstə düşən çevrələrdir. Konsentrik çevrələrdə halqanın qalınlığını daha çox soruşur. Baxın, bu qalınlığı məndən daha çox soruşur. Bunu tapmaq üçün nə edəcəm? Bu mənə böyük radius, bu mənə kiçik radius. Halqanın qalınlığını tapmaq istəsəm, böyük radiusdan kiçik radiusu nə edəcəm? Çıxacam. Ümumiyyətlə, burada daha fərqli, baxın, sual tipi nə düşə bilər? Məsələn, mənə verər ki, 2 dənə çevrə bir-birinə toxunur və bu çevrələrin biri R-dir, o birisi də böyük R-dir. Və məndən, baxın, hər ikisinə toxunan bu xəttin uzunluğunu soruşar. Mən burada nə edəcəm? Tez buradan bir dənə belə xətt endirirsiniz. Baxın, gəlin belə eləyək. Buradan bura bir dənə xətt qaldırırsınız. İndi bunu əslində radiusda deyəcəm. Radiusun toxunana perpendikulyar olduğunu. Buradan bura bir dənə xətt gətirirsiniz. Bu xətt mənə perpendikulyardır. Bu xətt sizə böyük yerdən kiçik yerin cəminə, bu isə baxın, bura R-dirsə, burada böyük yerdən kiçik yerin fərqinə bərabərdir. Avtomatik Pifaqor teoremindən tez tənliyi həll edirsiniz. Ən fərqli düşə biləcək sual materialı budur. Gəldik çevrədə bucaq anlayışlarına. Əvvəla mərkəzi bucaq dedik. Mərkəzi bucaq nə idi? Mərkəzdədir və mərkəzi bucaq söykəndiyi qövsə bərabər idi. Bundan sonra daxilə çəkilmiş bucaq anlayışı var. Daxilə çəkilmiş bucaq anlayışı nədir? Məsələn, mən bunun daxilinə belə bir bucaq çəkirəm. Olur mənə A, C, B bucağı. ACB bucağı mərkəzi bucağın, yəni AOB bucağının yarısına və yaxud da söykəndiyi qövsün yarısına bərabərdir. Aha, mərkəzi bucaq sadəcə bu deyil. Daxilə çəkilmiş bucaq sadəcə bu deyil. Bunu belə də çəkə bilər. Bunu belə də çəkə bilər. Bunu belə də çəkə bilər. Fərqi yoxdur. Hər biri söykəndiyi qövsün, yəni ANB qövsünün, çünki bunun ucları buradadır. ANB qövsünün nəyinə bərabərdir? Yarısına bərabərdir. Daha sonra gəlin davam eləyək. Nələrlə? Diametrə söykənən bucaq, yəni təpə nöqtəsi diametrdə olan bucaqlar hər zaman 90 dərəcədir. Bu fərqi yoxdur, hansı istiqamətlərdən çəkilsin. Hər zaman neçə dərəcə olur? 90 dərəcə olur. Bunun səbəbi nədir? Diametr 180 bölmür. Bu da daxilə çəkilmiş bucaq onun yarısına, yəni 90 dərəcəyə bərabər olacaq. Daha sonra gəlin davam eləyək. Nələrlə? Məsələn, mən bir toxunan çəkdim. Bir dənə də vətər çəkdim. Bu toxunanla vətər arasında qalan bu bucaq yenə daxilə söykənən, daxilə çəkilmiş bucaq ilə eynidir. Yəni alfa söykəndiyi qövsün, bura bir M yazım məsələn, ANB qövsünün yarısına bərabər olacaq. Yəni söykəndiyi qövsün yarısına bərabərdir. Ondan sonra burada nələr var? Kəsişmələr var. Əgər daxildə iki vətər kəsişərsə, bura bir ANB desəm, burada bir CMD desəm, bura bir alfa bucağı qarşılıqlı bucaq olduğu üçün bir-birinə bərabərdir. Yadınızda saxlayın ümumiyyətlə necə? Əgər daxili bucağıdırsa cəminin yarısıdır, xarici bucağıdırsa fərqinin yarısıdır. Yəni ANB qövsü ilə CMD qövsünün yarısına bərabərdir. Daxildə kəsişir 2 dənə vətər, o zaman cəminin yarısına bərabərdir. Amma belə bir məsələ var. Baxın, 2 dənə məsələn kəsən deyirəm. Elə bu xaricidir. Elə bura deyir ki ANB, bura verib CMD. Bura bir alfa bucağı olsa, bu alfa bucağı bərabərdir. CMD qövsü ilə ANB qövsünün fərqinin yarısına. Eyni zamanda baxın, bunu belə də çəkə bilər. Baxın, belə bir şey də ola bilər. Biri toxunan olar, biri kəsən olar. Bunda fərqi yoxdur. Bura məsələn A, N, B desəm, burada eyni zamanda A, N, C olacaq da. Yenə fərqi yoxdur. Alfa bucağı sizə A, N, B qövsü ilə A, N, C qövsünün fərqinin yarısına bərabər olacaq. Yəni daxildə idisə cəminin, xaricdə isə fərqinin yarısına bərabərdir. Bundan
Ondan sonra əgər çevrəyə 2 dənə toxunan çəkilərsə, bəs bunlar arasında qalan bucaq haqqında nə danışa bilərik? Bura bir alfa bucağı, burada bir yenə ANB qövsü olsa, yadınızda saxlayın ki, yenə xaricdə olduğu üçün alfa bucağı ANB qövsündən ANB qövsünün fərqinin yarısına bərabərdir. Amma burada ən çox istifadə olunan nədir? Alfa ilə ANB qövsünün cəmi 180 dərəcəyə bərabərdir. Baxın, %90 istifadə elədiyimiz üsul bu üsuldur. İndi baxın, cəmi 180 də elə deyilmi? Əgər bu bir toxunan, bu da bir kəsən mərkəzdən keçirsə, baxın, mərkəzdən keçirsə, ikisinin cəmi 180 idisə, o zaman bura bir MB deyim və bura bir beta bucağı deyim. Mərkəzdən keçən onu düz ortadan böldüyü üçün beta ilə AMB qövsünün cəmi 90 dərəcə olacaq. Yəni 2 toxunandısa cəm 180, bir toxunan bir mərkəzdən keçən kəsəndirsə cəmi neçə olacaq? 90 olacaq. Bunu eyni zamanda baxın, buradan uzatsam, mərkəzdən keçən xətt hər zaman bunu nə edir? Yarıya bölür. Yadımızda saxlayaq. Bu bucağı nə elədi? Yarıya böldü. Bundan sonra gəlin nələr haqqında danışaq? Ümumiyyətlə, çevrədə toxunan radius hər zaman çevrənin toxunanına perpendikulyar olur. Unutmayaq bunu. Radius hər zaman toxunana nədir? Perpendikulyardır. Çevrədə müəyyən tərəflərə baxaq, tərəf münasibətlərinə baxaq. İlkin etapda nə deyirik? Deyirik ki, əgər bir diametr bir vətər kəsişərsə, bu 90 dərəcə altında, o zaman bunları nə edir? Bir-birinə bərabər olan nisbətdə bölür. Ümumiyyətlə, çevrədə 2 vətər kəsişərsə, məsələn, bir belə, A, B, C, D desək, yadınızda saxlayın, qarşı-qarşıya hasillər hər zaman bir-birinə bərabərdir. Burada da A, B və C olsa, A kvadratı bərabərdir, B vuraq, C formatında davam eləyəcək. Ondan sonra, əgər bir çevrəyə hər hansısa bir nöqtədən 2 dənə toxunan çəkə bilərsiniz, üçüncünü çəkə bilməzsiniz və bu toxunanlar hər zaman bir-birlərinə nə olacaq? Bərabər olacaq. Bəs bəzən bir toxunan və bir kəsən çəkilir. Bəs bu proseslərdə nə edəcəyik? Bura B, bura C olsa, yadınızda saxlayın ki, çöldə qalanın kvadratı bərabərdir. Toxunan kvadratı bərabərdir. Çöldə qalan vurulsun ümumi. Bəzən misallarda çaşdırmaq üçün nə edirlər şagirdlər? Baxın, bəzən misallarda çaşdırırlar, bunu mərkəzdən keçirdirlər və yarıya qədər götürürlər. Bax, bura qədər götürürlər. Bura B, bura C deyir, bura A deyir. Uşaqlar tez götürür, A kvadratı bərabərdir, B vurulsun, B üstə gələk C. Ay uşaqlar, ümumiyə tamamlamaq lazımdır. Yəni, buranı da tamamlamaq lazımdır. Bu avtomatik C idisə, radius olduğu üçün burada C olur. Yəni, bu B üstə gələk C yox, B üstə gələk 2C formatında olmalıdır. Baxın, ən çox çaşdırdıqları burada hissə budur. Əgər, indi baxın, bir çevrəyə 2 dənə kəsən çəkilərsə, yenə A, B, C və D olsa, çöldə qalan vurulsun ümumi, bərabərdir. Çöldə qalan vurulsun ümumiyə bərabər olmuş olacaqdır. Gözəl. İndi gəlin davam eləyək. Hansı ilə davam eləyək? Gəlin dördbucaqların daxilinə və xaricinə çəkilmiş çevrələrlə davam eləyək. Əziz şagirdlər, hansı dördbucaqlıların daxilinə çevrə çəkmək olurdu? Bir düşünün, dördbucaqlıda keçirsiniz. Hansı dördbucaqlılardır? Qarşı tərəflərinin cəmi bərabər olan dördbucaqlılardadır. Yəni A ilə D və B ilə C-nin cəmi bir-birinə bərabərdirsə, bu dördbucaqlının daxilinə çevrə çəkmək mümkündür. Hansının xaricinə çevrə çəkmək mümkündür? Bəs alfa, beta, gamma və teta desə, hansı bucaqlar idi? Yadımızdadırmı? Bilmirəm. Alfa ilə gammanın, yəni qarşı-qarşıya olan bucaqların cəmi ayrı-ayrılıqda 180-ə bərabər olsaydı, bu dördbucaqlıların da xaricinə çevrə çəkmək mümkün idi, əziz şagirdlər. Bundan sonra gəlin davam eləyək. Nə ilə davam eləyək? Çevrənin uzunluğu ilə davam eləyək. Əziz şagirdlər, çevrənin uzunluq düsturu nədir? 2pi r-dir. 2 və r də sizə diametri verdiyi üçün mən buna PD formasında da yaza bilərəm. Bundan sonra gəlin davam eləyək. Dairələrdən
Hansı ki dairənin sahəsindən. Dairənin sahəsinə girməmişdən əvvəl qısa bir şey demək istəyirəm. Çevrə qövsünün uzunluğu soruşulur. Məsələn, hər hansısa bir alfa verir, radiusu verir və qövsün uzunluğunu soruşur. Əziz şagirdlər, bu halda isə necə yazırsınız? Qövsün düsturu nədir? Pi r alfa bölünsün 180-dir. Amma mən bunu düstursuz, yəni düsturu unudanlar üçün belə izahla getməyi daha çox sevirəm. 2 pi r-im mənə 360 dərəcə, yəni bütün çevrə üçün deyil. O zaman mənə verdiyi alfaya da bir x deyirsən və bunu tənasübdən həll edirsən. Məsələn, 120-ni desə 3-ə böləcəksən və sən bu tip proseslə davam edirsən. Bu daha basit gəlir. Ümid edirəm ki, mövzu sizə aydın oldu. Düzdür, biraz sürətlə izah elədik, amma uzun olmaması üçün daha sürətli izah eləməyə çalışdıq. Çünki uzun videolara baxanda siz də yorulursunuz, dərsdə yaxşı izah olunmur. Ümid edirəm hər şey aydındır. Kimə nə aydın olmasa yorumlara yaza bilər. Hər kəsə uğurlar.